Salam. Son günlər hay-küyə, narazılığa səbəb olan o məlum film ki var, hansında ki Buzovna kəndinin adı hallanır. Mən də istəyirəm o filmə öz münasibətimi bildirim. Əvvəllər də filmlər çəkilib. Məsələn, bizim məşhur filmlərimiz var ki, orada bəzi rejissorlar bəzi kodlar qoyub, hansında ki kəndin adı çəkilmir, buraxılır tamaşaçının ötəsinə. Məsələn, baxın bu epizod. Söhbət elə görə Lorana səfərini ilə qurtardın. Hə, dünən yenə oradaydım axı. Hə, qoymuşam üstünə saatda 80, 90, 100. 2 saatdan sonra oradaydım. Girdim çayxanaya, 2 stəkan əntiqə çay vurdum. Durdum ayağa dedim. Xarabə Loranda çevirməli bir dənə də kişi yoxdur. Kimin sözü var çıxsın qabağıma? Ağacın qıllarını da çıxarmadılar. Canıma təsəri. Dilləri soğmuşlar qarınlarına. Lap olsun bu epizod. İt burnu. İt burnu. Danışan fıstıqdır. Nərbatandan çıxan bütün yolları bağlayın. Ancaq deyəsən filmi ərsəyə gətirənlərin axırı biraz yaxşı olmayıb. Nəsə dünən yayılan söhbətə görə yadıma bu epizod düşdü. Senin be!